Salam, salam. KJV Papi buradadır və mən sizə cənnətə gedəcəyinizə və ya əbədi həyata sahib olacağınıza 100% əmin olmağın yolunu izah etmək üçün buradayam. Çünki hər kəs bir gün öləcək və ürəyində bu əminliyi hiss etmək, olduqdan sonra heç bir pis nəticə ilə qarşılaşmamaq çox gözəl bir hissdir. Bəs mənə de görüm, sən əminsənmi ki, olduğun zaman cənnətə gedəcəksən? Sən 100% əminsən? Çünki bəzi insanlar deyər ki, bilirsən, biraz əminəm. Ümid edirəm ki, belə olacaq. Düşünürəm ki, elədir. Mən kifayət qədər yaxşıyam, yaxşı bir insanam. Çox adam belə deyər. Sadəcə soruşuram. Sən 100% əminsən? 80 yox, 98 yox, tam 100 ki, olduğun zaman cənnətə gedəcəksən? Sən tam 100% şübhə ilə əminsən? Bəs bilirdinmi ki, İncil nə deyir? İncil bizə deyir ki, biz tamamilə saf ola bilərik. Beləliklə çox uzatmadan Romalılara uc 20 ucda deyilir. Çünki hamı günah edib və Allahın izzətindən məhrum olub. Bu sadəcə o deməkdir ki, heç kim mükəmməl deyil. Nə mən, nə sən, nə də nənə mükəmməldir. Heç kim kamil deyil. Hamımız əzədir. Hamımız günah edirik. Hamımız nəsə pis bir şey edirik. Hamımız əvvəllər yalan danışmışıq, ya da bir dəfə pis söz demişik, bəlkə də, ya da bilirsən, bir karandaş oğurlamışıq. Sadəcə olaraq hər kəs Allahın izzətindən məhrum olur. Bu Romalıları uc 20 ucda yazılıb və orada deyilir ki, günahın əvəzi olumla. Yəni biz günah etdiyimiz üçün hamımız öləcəyik. Bir gün hər kəs olacaq. Bu bilirsən, xoş bir fikirdir. Amma hər kəsin bir doğum günü var və hər kəsin bir ölüm günü var. Və deyilir ki, ölüm sadəcə bədənin olması və torpağa getməsi deyil. İncil deyir ki, ikinci bir ölüm var. Və nə ki deyilir, ölüm də cəhənnəm odu qoluna atıldı. Və bu ikinci ölümdür. Və mən də buna görə buradayam, çünki heç kimin o od qoluma getməsini istəmirəm. İkinci olum gəlin bunu belə düşünək. Birinci olumun bədəninin olmasıdır. İkinci olum isə ruhani olumdur. Yəni ikinci olum od qod və 21:8-də deyilir. Bütün yalancılar od və kukurd ilə yanan qolda paylarını alacaqlar. Bu isə ikinci olumdur. Görürsən, burada bütün yalancılar deyilir. Yəni bir dəfə belə yalan danışsan, dostum səni yalancı edir. Və 21:27-də deyilir ki, cənnət haqqında danışır və oraya heç bir murdar, iyrənc is görən və ya yalan danışan heç nə daxil olmayacaq. Yalan, yəni bir yalan səni cənnətdən uzaqlaşdırır. Çünki cənnət mükəmməl bir yerdir və əgər bir dəfə yalan danışmısansa, deməli sən mükəmməl deyilsən. Görürsən ki, hər kəs bu baxımdan çatışmazlıq içindədir. O ayədə deyildiyi kimi, hamımız Allahın izzətindən məhrum olmuşuq. Bax, problem də budur ki, Allah bizi sevdiyi üçün istəmir ki, biz od qoluna gedək. Bəs bilirsən nə etdi? O bitsi etdi. Romalılara 5:8-də deyilir ki, Allah bizə olan məhəbbətini belə göstərdi. Biz hələ günahkar ikən Məsih bizim üçün oldu. Bəs bu Məsih kimdir? Bu İsa Məsih kimdir ki, haqqında eşitmisən, ya da bəlkə heç eşitməmisən? O kimdir? Bax, mən də bunu izah etmək üçün buradayam. Əvvəldə, bilirsən, Allah bütün dünyanı yaradanda Adəm və Həvvanı yaratdı. Yaradılış 1:27-də deyilir. Eləliklə, Allah insanı o surətində yaratdı. Allah insanı o surətində yaratdı. Kişi və qadın olaraq onları yaratdı və onlara bir qayda verdi. Cəmi bir dənə. O oradakı ağacdan yeməyin. Yəni, yaradılış uc birdə onlar qaydanı pozdular. Orada deyilir, indi Rəbb Allahın yaratdığı bütün cür heyvanlarından ilan daha hiyləgər idi. Və o qadına dedi, həqiqətənmi Allah belə deyib? Bağdakı hər ağacdan yeməməlisiniz? Və yaradılış ucaltıda deyilir. Qadın gördü ki, ağac yemək üçün yaxşıdır, gözə xoş gəlir və insanı müdrik etmək üçün arzu olunandır. O, ağacın meyvəsindən götürüb yedi və yanında olan ərinə də verdi. O da elə oradaca yedi. Bu heç günah idi və bu Adəm və Həvva cütlüyü, bilirsiniz, onların uşaqları oldu, sonra onların da uşaqları oldu və belə davam etdi. Və belə davam etdi, davam etdi, davam etdi. Və məhz buna görə də biz bu vəziyyətdəyik deyilir. Romalılara 5:12-də deyilir. Buna görə də bir insan vasitəsilə günah dünyaya daxil oldu və günah vasitəsilə ölüm gəldi və beləliklə ölüm bütün insanlara keçdi. Çünki hamı günah etdi. Yəni biz haradan gəldiksə, hamımız günah edirik. Hamımız çatışmazlıq içindəyik. Və yaradılış 3:15-də Allah bir vəd verdi. Dedi. Orada ilanla danışaraq dedi. Səninlə qadın arasında, sənin nəslindən onun nəslinin arasında düşmənçilik qoyacağam. O, sənin başını əzəcək, sən isə onun dabanı yaralayacaqsan. Bu, Bibliyada gördüyümüz ilk İsa Peyğəmbər haqqında peyğəmbərlikdir.
Allah vəd etdi ki, səhvi düzəldəcək bir şəxs olacaq. Hələ başlanğıcdan belə. İndi isə təxminən 3200 il sonra görəsən kim ortaya çıxdı? Bibliyada Yesaya peyğəmbər və o Bakirə doğusu barədə peyğəmbərlik etdi. Yesaya 7:14-də deyilir. Buna görə də Rəbb ozu sizə bir əlamət verəcək. Baxın, bir bakirə hamilə olub oğul doğacaq və onun adını İmmanuel qoyacaq. Yəni bu ilk peyğəmbərlikdən 3200 il sonra baş verdi. Bilirsiniz nə baş verdi? 700 il sonra bu peyğəmbərlik gerçəkləşdi. İsa dünyaya gəldi. Bilmirəm, Milad bayramı haqqında eşitmisiniz ya yox, amma dünyanın bir çox yerində insanlar məhz bu günü qeyd edirlər. İsa'nın doğumunu. Luka 1:35-də deyilir, mələk ona cavab verib dedi: Müqəddəs ruh sənin üzərinə gələcək və uca olanın qüdrəti səni kölgələyəcək. Ona görə də səndən doğulacaq o müqəddəs varlıq Allahın oğlu adlanacaq. Çünki onun insani atası yox idi. O Allahın oğludur. Sonra o Davudun səhərində, yəni Peyğəmbər İsa'da deyildiyi kimi Betlem səhərində doğuldu. Sonra mələklər Luka 2:11-də çobanlara göründülər. Orada deyilir və mələk ona dedi: Qorxma, çünki baxın, mən sizə bütün insanlar üçün böyük sevinc olacaq xoş xəbəri gətirirəm. Çünki bu gün Davudun səhərində sizin üçün bir xilasçı, Məsih, Rəbb doğulub. Bütün bu vaxt keçdi və nəhayət İsa doğuldu və İsa boyuduqca Luka 2:40-da deyildiyi kimi güclə doldu. Uşaq böyüyürdü və ruhda möhkəmlənirdi, hikmətlə doluydu və Allahın lütfu onun üzərində idi. Baxmayaraq ki, o xüsusi idi əlbəttə. O həm Allah, həm də insan idi. Tamamilə insan, tamamilə Allah idi. Və beləliklə nəhayət İsa möcüzələr etməyə başladı. Matta 15:30-dan 31-ə deyilir. Böyük kütlələr onun yanına gəldi. Aralarında axsaq, kör, lal, sikəst və başqaları var idi. Onları İsa'nın ayaqları altına qoydular. O da hamısını sağaltdı. Lalin danışdığını, sikəstin düzəldiyini, axsağanın yeridiyini və körün gördüyünü görən cəmaət heyrətləndi. İsrailin Allahını ucaltdılar. Sonra o suyun üzərində yeridi və hətta uluları diriltdi. Hər cür möcüzəvi işlər gördü. Sonra o dövrün ruhani rəhbərləri İsa'ya qarşı çox baxıl oldular. İsa hətta bunun baş verəcəyini əvvəlcədən demişdi. Mark 8:31-də deyilir. O, onlara öyrətməyə başladı ki, insanoğlu çox əziyyət çəkməli, ağsaqqallar, baş kahinlər və yazıcılar tərəfindən rədd edilməli və öldürülməlidir və 3 gündən sonra yenidən dirilməlidir. O, bunu demişdi. Ona öldürməyi qurdular. Matta 1:2, 1:4-dəki kimi. Sonra fariseylər çıxıb ona qarşı məsləhətləşdilər. Ona necə məhv edə biləcəklərini düşündülər. Beləliklə, onlar bu isin ardınca getdilər və nəhayət İsa'nı tutub onu carmikdə öldürmək istədilər. Buna carmika çəkilmək də deyilir. Carmikdə öldürülməyə verilən bəzəkli ad budur. Onlar İsa'nı məhkum etmək üçün böyük bir insan kütləsini topladılar və İsa'nı öldürmək üçün icazə istəyirdilər. Yəni, baş verənlər məstum idi. Hamı yedisib carmıxa çək deyə bağırdı və nəhayət İsa carmıqda can verdi. Bəli, kədərli bir gündür. O olduqdan 3 gün sonra bəzi adamlar onun nəzarına gəldilər. Amma onlar heyrətə gəldilər. Gördülər ki, İsa yoxdur və orada bir mələk var. Luka 24-cü fəsil 6-cı və 7-ci ayədə mələk deyir. O burada deyil, dirilmişdi. Yadınızı salın, o hələ Qalileydə olanda sizə belə demişdi. İnsan oğlu günahkar insanların əlinə verilməli, çarmıxa çəkilməli və 3-cü gün dirilməlidir. Eləliklə o, ululardan dirildi. Sadəcə xatırlayın ki, günahın pis işlərin cəzası olumdur. Və ikinci olum da var, o da cəhənnəm və od qoludur. Ondan qaçış yoxdur. Bunu deyirəm ki, ora getməyəsiniz. Hamımız günahkarıq və cəhənnəmə layiqik. Amma Allah bizi sevir. Romalılar 5:8-də deyilir, biz hələ günahkar ikən Məsih bizim üçün oldu. Yəni, İsa təkcə carmıqda olmadı. O, öz ölümü və qurbanı ilə günahlarımızın əvəzini ödəyib. O, kamil bir həyat yaşadı. Bilirsiniz, o heç vaxt günah etmədi. Bir dəfə də olsun. 2 Korinfillərə 5:2-1-də deyilir. Günahı bilməyəni bizim üçün günah etdi ki, onunla Allahın salihliyi olaq. Allahın salihliyi ondadır. 1 Butrus 2:2-4-də deyilir. O, günahlarımızı ağac üzərində öz bədənində daşıdı. Mənim, sənin, hər kəsin keçmiş və gələcək bütün günahlarını carmıxa çəkdi.
O gün bütün günahlar onun bədənindəydi. Orada Allah və insan bir yerdəydi. O sənin günahın əvəzini kamil şəkildə ödəyirdi. İbranilərə 2:9-da deyilir ki, o Allahın lütfu ilə hər bir insan üçün olumu dadmalı idi. Və Kolossililərə 2:14-də isə belə yazılıb. Bizə qarşı olan qaydaları silib ləğv etdi. Yəni, okey, onları aradan qaldırdı. Etməməli olduğumuz yalan, oğurluq və sair kimi uzun bir siyahı bizə qarşıdır. İndiyə qədər etdiyin bütün səhvlər sanki böyük bir siyahı kimidir. O, bütün o siyahını silir. Kolosilara 2, 1:4-də deyilir. Bizə zidd olan qaydaların yazısını silib aradan götürdü və carmıxamıqladı. Yəni, etdiyin və edəcəyin bütün pis işlər o gün carmıxamıqlandı. Amma hər kəs cənnətə getməyəcək və hər kəs cəhənnəmə də getməyəcək. İncilə görə hər kəs bir şey etməlidir. Orada deyilir, onları çıxarıb soruşdu. Cənablar, xilas üçün nə etməliyəm? Dedilər, Rəbb İsa'ya iman et, sən və ailən xilas olacaqsınız. Bu Həvarilərin İşləri 1:6-3:0-3:1-də yazılıb. Yəni, orada yaxşı insan ol deyə yazılmayıb. Kilsəyə get deyə də yazılmayıb. Günahlarından tövbə et və ya pis işlərdən uzaq dur deyə də yazılmayıb. Soysu terk et diye, kasıblere pul ver diye de yazılmayıp. Bütün bu şeyler bilinmeyip. Vəftiz ol diye de yazılmayıp. Birçok başka şeyler de yazılmayıp. İndi tamam, belə bilməyib. Orada yazılıb. Rəbb İsa Məsihə iman gətir, sən və evin xilas olacaqsınız. Görürsüz, bəzi insanlar yaxşı əməllərinə inanır, bəziləri isə saxta Allahlara, məsələn, ola, Buda və ya kainata inanır. Mən bunu tez-tez eşidirəm, kainat deyirlər. Rəbb İsa Məsihə iman gətir və sən və evin xilas olacaqsınız. Yəni sən ona inanmalısan və onda xilas olacaqsan. Əgər sənə desəm ki, mən cənnətə gedəcəyəm, çünki çox yaxşı insanam, deməli özümə inanıram. Mən özümə inanmıram. Amma əgər sənə desəm ki, mən cənnətə gedəcəyəm, çünki İsa çox yaxşıdır. İsa günahımın cəzasını lütfu ilə ödəyib. Burada göstərilən də budur. Öz salihliyimə inanmıram, çünki salihliyimiz murdar bir eski cimidir. Bu da olduqca iğrəncdir. Buna görə cənnət qapısında onlara murdar əski verməyə çalışma. Sadəcə de ki, mən İsa'ya və onun mənim üçün kəsdiyi qurbana inandım. Mənə salihlik verən budur, məni cənnətə aparan, Rəbbin yanında doğru edən budur. Bunu bir neçə dəfə deyir, hamısını təkrar etməyəcəyik. Amma deyir ki, çünki siz iman vasitəsilə lütf ilə xilas olmusunuz. Bu isə özümüzdən deyil, Allahın bəxşisidir. Əməllərdən deyil ki, heç kim oyunləsin. Gəlin bunu hissə-hissə izah edək. Lütf elə, imanla qurtuldunuz. Bəs lütf nədir? Lütf sən haqq etmədiyin bir şeydir və sən imanın vasitəsilə xilas olursan. İman inandığın şeydir. Lütf və imanla xilas olursan. Bunu qazanmırsan, sadəcə inancınla xilas olursan. Bu özümüzdən deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, kimsə oyunməsin. Bəziləri hədiyyə aldım deyir, amma sərt qoyur. Ya da saytlar pulsuz deyib $1 tələb edir. $1 verməlisənsə, bu hədiyyə sayılmaz. Nəsə etməlisənsə, hədiyyə deyil. Desəm ki, bu Bibliyanı sənə verirəm, amma $5 verməlisən, bu hədiyyədir. Yox, bəs desəm ki, bu Bibliyanı sənə verərəm, bu hədiyyədir, amma artıq soyuz soya bilməzsən. Pis sözlər olmaz. O hədiyyədir. Yox, çünki sən onu qazanmalı və ya layiq olmalıydın, amma Bibliya deyir ki, bu pulsuz hədiyyədir, tamamilə pulsuz hədiyyə. Necə ki, biri sənə hədiyyə verir, sən sadəcə onu qəbul edirsən və təşəkkür edirsən. Və xilas üçün əsasən etməli olduğun tək şey budur. Bu pulsuz hədiyyədir, çünki Allah səni sevir. Bibliyada dəfələrlə vurğulanır ki, bu yalnız İsa'ya imanla mümkündür. Başqa yol yoxdur. Yəni əməllərlə deyil ki, kimsə oyunməsin. Cənnətdə deyə bilmərəm ki, buradayam, çünki yaxşı iş görmüşəm. Mən deyəcəyəm ki, mən buradayam, çünki İsa mənim yolumu ödəyib, İsa mənim yerimə olub. Cənnətə getməyin yeganə yolu budur. Mən kifayət qədər yaxşı deyiləm. Mən kamil deyiləm. Amma İsa kamilidir. Romalılara 5-ci fəsildə deyilir, İsləməyən, lakin Allahsızı haqlı sayana inananın imanı salihlik sayılır. Yəni, imanı salihlik kimi qəbul edilir. Sən istəməyə məcbur deyilsən. Deyir ki, amma istəməyən insana. Günahı tərk etmək də yaxşı istir. Yunus 3, 1:0-da belə deyilir. Allah onların əməllərini gördü. Onların pis yollarından donduqlarını gördü. Yəni pis yoldan dönmək isyan sayılır. Bu iz adlanır və bu tələb olunmur.
Cənnətə getmək üçün sadəcə İsa Məsihə inanmaq kifayətdir. Bu qədər. Vəssalam. Yəni Yəhya uc 16-da belə deyilir. Çünki Allah dünyanı o qədər çox sevdi ki, öz yeganə oğlunu verdi. Elə ki, ona iman edən hər kəs həlak olmasın, əbədi həyata sahib olsun. Bu çox məşhur bir ayədir və deyir ki, kim İsa Məsihə iman edərsə, həlak olmayacaq, əbədi həyata sahib olacaq. Bəs əbədi həyat nə qədər davam edir? Əbədi, sonsuz. Yəni bu hədiyyəni aldıqdan sonra o artıq həmişəlik sənindir. Yaxşı, təsəvvür et ki, deyirəm, sənə bir hədiyyə verirəm, bu Bibliya sənindir. Götür, bu bir hədiyyədir. Amma sonra məni əsəbləşdirirsən və mən onu geri alıram. O artıq hədiyyə yox, alış-verişə bənzədir. Amma burada deyilir ki, hədiyyəni almısansa bu əbədi həyatdır, itirilməyən, həmişəlik sənin olan bir paydır. Yəhyağa belə yazılıb. Amma onu qəbul edənlərin hamısına, onun adına iman edənlərə Allahın ovladları olmaq səlahiyyəti verdi. Bax, Bibliya daim deyir, İnan, inan. Sadəcə inanmaqla, İsa Məsihə inanmaqla sən Allahın ovladı ola bilərsən. Yahyada ucuncu ayədə belə deyilir. İsa ona cavab verib dedi, doğrusunu sənə deyirəm. Bir insan yenidən doğulmasa, Allahın padşahlığını görə bilməz. Yadındadır, birinci və ikinci oğlum var idi. Birincisi fiziki, ikincisi isə ruhani doğuluşdu. Birinci doğuluşda bütün isi anan gördü. Sən heç nə etmədin. Sən sadəcə var idin. Sən doğuldun və artıq ailədəsən. İsa ilə də eyni şeydir. Bütün isi o gördü. Və sən bir anda, bir an içində xilas ola, yenidən doğula bilərsən, düzdür? Ailədənsənsə, artıq ordasan. Doğulmamış ola bilməzsən. Bu gülməlidir, amma bir dəfə doğuldunsa, həmişə ailədəsən. Ana, ata, sizi sevmirəm. Uzaqlara qaçıb gedəcəm və məni bir daha görməyəcəksiniz. Və mən sizi sevmirəm, sizinlə danışmaq istəmirəm, qaydalarınızı da bəyənmirəm. Fərqi yoxdur. Allah, bəlkə səni sevmirəm, amma yenə də damsıb istədiyimi edəcəm. Nə qədər uzağa getsən də, yenə də Allahın ailəsində olacaqsan. Duz deyirəm, ruhum qorunur. Adım Həyat kitabında əbədi olaraq yazılıb. Bir dəfə xilas oldunsa, həmişə xilas olacaqsan. Və bu həm də belədir ki, bilirsən, biz xilas olandan sonra istədiyimizi edə bilmərik. Yəni, biz bunu elə bil ki, istədiyimizi etmək üçün bir icazə kimi istifadə edə bilmərik. Xilasdan sonra yaxşılıq etmək istəyirik. İbranilərə 12, 6 və 8-də deyilir. Rəbb sevdiyini tərbiyə edər, hər bir oğlunu cəzalandırar. Yəni, tərbiyə cəza kimidir. Cəzalandırmaq isə doymaq kimi. Burada deyilir, tərbiyə olunursunuzsa, Allah sizinlə oğlu kimi davranır. Hansı oğlu atası tərbiyə etməz? Amma əgər siz tərbiyəsizsizsə, hansı ki hamı bu tərbiyədən pay alır, onda siz oğul yox, haramzadəsiniz. Demək istədiyim odur ki, əgər Rəbb səni sevirsə, bu dünyada pis işlər görəndə səni cəzalandıracaq. Məsələn, əgər mən mağazaya getsəm və bilmirəm, nəsə dəyərli bir şeyi uğurlamağa çalışsam, Allah məni bu dünyada cəzalandırardı, elə edərdi ki, mən bunun üçün həbsə düşərdim. Yəni Allah əmin olardı ki, etdiyim hərəkətlərin bu dünyada nəticəsi olsun. Amma mən heç vaxt cəhənnəm və ya od qolu kimi əbədi cəza çəkmərəm. Çünki İsa bütün günahlarımın əvəzini ödəyib, ona görə də o bizi bu dünyada cəzalandıracaq. Biz sağ olduğumuz müddətdə artıq Allahın oğul və güzləri olduqdan sonra heç nədən qaça bilmərik. Demək istəyirəm ki, biz yenidən doğulduqdan sonra Allah bizimlə o ovladları kimi davranacaq. Yəni, istədiyimizi edib, istədiyimiz kimi yaşamaq istəmirik. Amma hər halda orada deyilir ki, əgər sən dilinlə İsa'nı Rəbb kimi etiraf etsən və ürəyində Allahın onu ululardan diriltdiyinə inansan, xilas olacaqsan. Çünki insan ürəyi ilə salihliyə inanır, dili ilə isə xilas üçün etiraf edir. Yəni sadəcə olaraq ürəyində inanırsan, dilinlə deyirsən, xilası, bu cür qəbul edirsən, budur. İnanırsan və deyirsən. Bu Romalılara 19:10-da yazıldığı kimidir, elə deyilmi? Və sonra deyir ki, kim Rəbbin adını cagirsə, xilas olacaq. Yəni orada o adını da əlavə edə bilərsən. Əgər sən Rəbbin adını cagirsən, xilas olacaqsan. Ya da əgər mən Rəbbin adını cagirsəm, mən xilas olacağam. Bu Romalılara 19 və 13-də yazılıb. Demək istədiyim budur ki, siz sadəcə xilası üçün Rəbbin adını çağırmalısınız. Və o səni xilas edəcək. Bu sadə bir duadır. Elə bil ki, sihirli bir dua və ya xüsusi sözlərdən ibarət deyil. Sadəcə sən, bütün qəlbinlə. Ruhunun dərinliyindən Allaha deməkdir. Demək ki, bilirəm ki, günahkaram və inanıram ki, sən oldun və yenidən dirildin. İsa, sən mənim günahlarım üçün qiyməti ödədin ki, mən ot qovuna getməyim. Sən qiyməti ödədin.
Beləliklə, mən əbədi həyat hədiyyəsinə sahib olum deyə, İsa məni xilas et və mənə əbədi həyatın pulsuz hədiyyəsini ver, olduğumda məni cənnətə apar. Amin. Əgər inanırsansa ki, bu sözləri bütün qəlbinlə Allaha dedinsə, o səni xilas edəcək. Təbrik edirəm. Əgər bu gün bunu bütün qəlbinlə dedinsə, deməli bu sənin ruhani ad günündür. Ad günün mübarək. Bax, indi sənin 2 ad günün var, deməli daha çox tort yeyə bilərsən deyəsən. Amma ciddi deyirəm, ad günün mübarək. Deyilir ki, mələklər qoyda sevinirlər və sən bunu itirə bilməzsən. Deyilir, həqiqətən sizə deyirəm, mənim sözümü eşidən və məni göndərənə inanan əbədi həyata malikdir və mühakiməyə gəlməyəcək, ancaq olumdan həyata keçib. Bəs indi nə olacaq? Nə olacaq? Mən deyərdim ki, İncilini oxu. Mən KJV-ni xoslayıram. Oh, 100 illərlə də dəyişləyib və bir çox fərqli tərcümələrdə tamamilə əks şeylər deyilir. İndi bu mövzuya heç toxunmayacağam. King James tərcüməsi ən doğrusudur. Əgər ingiliscədən başqa bir dilin varsa, onda onu ekranda burada göstərəcəm. Bu yaxşı İncil tərcüməsidir. Oz dilində oxu. Çünki İncilə görə bütün yazılar Allahın ilhamıdır. Təlim, islah və salihlikdə tərbiyə üçün faydalıdır. Allahı razı salmaq üçün müqəddəs kitabı tanıyın. 1 Putrus 2:2-də deyildiyi kimi, boyumək üçün süzün saf sudunu arzulayan körpələr olun. Sonra isə vəsbiz olun. Bu, cənnət üçün sərt olmasa da, xilasdan sonraki mühüm addımdır. Belə ki, Matta kitabının ən son ayəsində deyilir və İsa gəldi. Onlara dedi, göydə və yerdə bütün hakimiyyət mənə verilib. Buna görə də gedin və bütün millətləri oyladı. Onları ata, oğul və müqəddəs ruhun adı ilə vəftiz edib, buyurduğum hər şeyə əməl etməyi öyrədin. Mən sizə əmr etdiyim hər şeyi və bilin ki, mən həmişə dünyanın sonuna qədər sizinlənəm. Amin. Bunu çox sevirəm. Və İsa ozu vəftiz olmağın yaxşı bir şey olduğunu göstərdi, deyilir. O günlərdə İsa Qalileyanın Nazaretindən gəldi və Yəhya tərəfindən İordan çayında vəftiz olundu. Və dərhal sudan çıxanda göylərin acıldığını və ruhun göyərcin kimi onun üzərinə endiyini gördü. Və qoydan bir səs gəldi və dedi, Sən, sevdiyim oğlum, səndən razıyam və dərhal ruh onu səhraya apardı. Bu, Mark 1:9-dan 13 idi. Allahın səndən razı qalmasını istəyirsən? Xilasdan sonra vəftiz ol, bu itayətdə növbəti addımdır. Bundan sonra İsa xidmətə başladı, möcüzələr etdi və Allahın gücünün insanlarda işlədiyini gördüm. Vəftizdən sonra Allah üçün böyük işlər görmək olar. Bunu tövsiyə edirəm. Əgər körpə ikən vəftiz olunmuşsansa, bu müqəddəs kitaba uyğun deyil. Bu əsl vəftiz deyil. Müqəddəs kitaba görə vəftiz yenidən doğuşdan sonradır. Ona görə də sizə yenidən vəftiz olunmağı tövsiyə edirəm. Yaxşı bir kilsəyə get, yenidən vəftiz ol, çünki müqəddəs kitab deyir ki, vəftiz xilas olduqdan sonra baş verir. Bu, İsa'nın olumu, dəfni və dirilməsinin rəmzidir. Onunla olub yenidən dirilməyiniz Məsihdəki yeni həyatınızın təsviridir. Odur ki, çoxlarının yenidən vəftiz olunması tamamilə normaldır. Bu, onların xilas olduqdan sonra atdıqları ilk addımdır. Ona görə də müqəddəs kitabı oxu, vəftiz ol və xilasın hədiyyə olduğunu öyrədən bir kilsə tap. Əgər orada günahdan tövbəni və ya öz gücünlə xilas olmağı tələb edirlərsə, Allaha kiçik and içirsən ki, artıq pis insan olmayacaqsan. İstəsələr, o kilsəyə getmək istəməzsən. Belə bir kilsəyə getmək istəyirsən, İsa var deyə cənnətə gedirəm. Yaxşı, vaxt ayırdığın üçün sağ ol. Səni sevirəm. Və yaxşı gecən, və ya günün, və ya nə vaxtdırsa olsun. Xilas hədiyyəsini qəbul etmisənsə, çox sevindim. Sağ ol.